Gəlin araşdıraq. Bəzən sürücülər yolda özlərini haqlı hesab edib digər sürücülərə qarşı bu kimi hallar törədirlər. Ümumiyyətcə dönərkən ötən videolarımda da bildirmişəm ki, sağına, soluna mütləq baxıb daha diqqətli olmalısan. Bu videoda xanım sürücü motosikla yol vermədən onu yerə yıxıb, yəni yıxmamışdan öncə də elə. Hətta dönüb sonradan özünü itirib arxaya verib bir daha motosiklı vurub yerə yıxıb və neytralda sadəcə ayağı qazda qalıb, düşünür ki, güya ki əyləci sıxıb və düşəndən sonra elə motosikl sürücüsünə bildirir ki, sən nə edirsən? Yəni hara baxırsan? Zачем вот это? Слышь, зачем? Halbuki burada ən böyük problem, ən böyük sıxıntı elə xanım sürücünün özündədir ki, diqqətsizlik edib və qaydaları pozub. Motosikl sürücülərindən də xahişimiz var. Bəzən bizim özümüzün də başına gəlir. Bizdə də yollarda bu kimi hallarda, hətta motosikl deməyim, mopedlər, hansılar ki, heç sürücülük vəsiqəsinə ehtiyac olmadan az yaşlılar belə, yəni 15-16 yaşında uşaqlar yollarda çox pis sürürlər, hətta xuliqanlıqlarını da görmüşük. Nə öz, nə də digər insanların həyatlarını təhlükəyə atmasınlar. İndi yəqin ki, moped sürücüləri də şəhərlərdə öz fikirlərini bildirərlər.